10 il ərzində Bərdə Regional Asan Xidmət Mərkəzində 3 milyondan çox müraciət qeydə alınıb. Bu barədə ARB24-də Asan Xidməti mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib. Qeyd edib ki, mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı ölkə üzrə məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Günlük orta müraciət sayı təxminən 1000 nəfər olan mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir. Bugün bizim üçün ən vacib statistika ondan ibarətdir ki, ölkə üzrə vətəndaşlarımızın xidmətlərimizdən məmnunluq əmsalı 99,9%-dir və artıq 10 ildir ki, fəaliyyət göstərən Bərdə Asan Xidmətdə də bu rəqəm eynidir və ümumilikdə ölkə üzrə hazırda 28 Asan Xidmət Mərkəzi vətəndaşlarımızın xidmətindədir.